Konstantin Abramenko adı Gəncə futbolunun tarixində xüsusi hörmət və sevgi ilə anılır. O, təkcə böyük futbolçu deyil, həm də yüzlərlə gəncin taleyinə işıq saçan, onlara futbol sevgisini aşılayan görkəmli məşqçi idi. Abramenko Gəncə futbol məktəbinin ən parlaq simalarından biri kimi həm idmançılara, həm də şəhərin futbol sevərlərinə dərin iz qoyub. Onun rəhbərliyi altında yetişən gənc futbolçular sonradan Azərbaycan futbolunda öz sözünü deməyi bacardılar. Abramenko futbolu sadəcə oyun kimi deyil, bir həyat tərzi, bir mədəniyyət kimi öyrədirdi. Onun məşqləri intizam, zəhmət və sevgi üzərində qurulmuşdu. Hər bir gəncə inanır, onların potensialını üzə çıxarmağı bacarırdı. Gəncə futbolunun bu dəyərli şəxsiyyəti illər boyunca şəhərin idman həyatında silinməz iz buraxdı. O, Gəncəni futbol xəritəsində parlaq nöqtəyə çevirdi, azarkeşlərə qürur, gənclərə isə yol göstərdi. Bugün Konstantin Abramenkonun xatirəsi Gəncə futbol məktəbinin hər daşında, hər meydançasında yaşayır. Elə buna görə də Gəncə şəhər stadionunun Konstantin Abramenko adını daşıması həm mənəvi, həm də tarixi baxımdan ədalətli qərar olardı. Bu addım onun Azərbaycan futboluna və Gəncə gəncliyinə göstərdiyi misilsiz xidmətlərin layiqli qiymətləndirilməsi deməkdir. Gəncə stadionunun girişində bu ad yazılarsa, hər bir futbolçu və azarkeş anlayacaq ki, burada təkcə oyunlar keçirilməyib, burada bir əfsanə yetişib, bir məktəb qurulub, bir tarix yazılıb.